Əziz abituriyentlər, MİQ və sertifikasiya imtahanı hazırlaşan müəllimlər, hər birinizi salamlayıram. Deməli, bizim bir ay ərzində, noyabr ayı ərzində belə deyim, ödənişsiz qruplarımız aktiv olacaq və bu qruplardan qeydiyyatdan keçmək üçün açıqlama hissəsində qeyd etdiyimiz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli, indi isə keçid edirik dərsimizə. Dərsimiz Rusiyanın Azərbaycan işğalına başlaması olacaq. Deməli, yadımıza salırıq, hələ Azərbaycandan danışmırıq. Qeyd edirik ki, yəni belə deyək, Şimali Qafqaz, daha sonra Cənubi Qafqazda danışacaq. Qeyd edirik ki, 16-cı əsrdə Şimali Qafqazda heç 16 yoxdur. Şimali Qafqazda Volqa-boy türk dövlətləri var idi. Onlardan Həştərxan və Qazan Rusiya tərəfindən tutulmuşdu. Və 18-ci əsrdə isə Rus-Osmanlı müharibəsi baş vermişdi və burada Osmanlı məğlub olur, Rusiya qazanır deyə artıq Rusiya Şimali Qafqazda möhkəmlənir. Yəni Şimali Qafqaz əldə. İndi Rusiyanın hədəfi har olacaq? Cənubi Qafqaz. Biz harada yerləşirik? Cənubi Qafqazda yerləşirik. Yəni hədəf bizik. Yəni hədəflərdən biri bizik. Deməli, daha sonra qeyd edirik ki, 18-ci əsrdə yadımıza salırıq ki, Rusiyanın Azərbaycana yürüşləri var. 1722-23-cü illərdə 1-ci Pyotrun, daha sonra 1796 2-ci Yekaterinanın, yəni 2-ci Yekaterinanın başçılığı ilə Zubovun yürüşü deyirik. 19-cu əsrdə isə 1-ci Aleksandrla 1801, 1-ci Nikolayın 1828-29 yürüşlərini qeyd edəcəyik. Deməli, daha sonra biz danışacağıq Rusiyanın bura hücum etməsində, yürüş etməsində, yəni belə deyək, əlverişli şərait var mıydı, yox muydu? Yəni Rusiya onu bir gözdən keçirir. Gəlin baxaq, burada hal-hazırda bu coğrafiyada vəziyyət necədir? Əlverişli şərait var mıydı? Bəli. Deməli, gəlin dövlətləri müzakirə edək. Deyirik ki, Qacarlar. Qacarlara deyirik ki, başı özünə qarışmışdı, öz dövlətinə qarışmışdı. Ona görə yəni, heç düşünməyə dəyməzdi. Osmanlı deyirik. Deyirik ki, 1791-də Yassı sülh müqaviləsi imzalanmışdı Rusiya ilə və Osmanlının Cənubi Qafqazı ideyası yox idi. Yəni, belə deyək, Osmanlı məğlub olmuşdu. Daha sonra bizdən danışırıq, Azərbaycan. Azərbaycanda isə belə deyək, pərakəndə dövrü idi. Hər kəs öz taxtına fikirləşirdi. Yəni, belə deyək də, xanlıqlar dövrü idi, parçalanmış dövrlər, vahidlik yox idi. Ona görə də Rusiya deyir ki, əla, yəni mən buranı rahatlıqla tuta bilərəm. Bəs bizlə bağlı planları nə idi uşaqlar? Deməli, planları o idi ki, Azərbaycanın dənizi olan Xəzər dənizini öz daxili dənizinə çevirmək istəyirdi və burada ucuz işçi qüvvəsi var. Azərbaycana, belə deyim, satış bazarı, xam mal bazası kimi də baxırdı. Yəni, belə deyək də, mükəmməl coğrafi şərait, coğrafi mövqe. Rusiya deyir ki, əla, mən gedirəm. Belə deyim, bura, yəni hədəf, bəli, hədəf belirləndi, hədəfə doğru irəliləyir Rusiya. Daha sonra gəlin ona qədər biz danışaq, erməni, belə deyim, amilindən istifadədən danışaq. Deməli, Ruslar ermənilərin xəyanətlərini tarix boyu görürük. Qeyd edirik ki, erməni amilindən də bu müharibələrdə istifadə edir. Bəs ermənilərə nə vəd vermişdi? Ermənilərə Böyük Ermənistan vədi vermişdi ki, siz mənə kömək eləyin, mən də siz üçün Böyük Ermənistanı qurmaqda kömək eləyəcəm. Bundan da danışdıq. İndi isə keçid edirik, biz nədən danışırıq? 1801 Qacarla İngiltərin arasında siyasi ticarət müqaviləsindən danışırıq. Yəni, Rusiyadan danışdıq, keçirik, Qacarlardan danışırıq. Deməli, İngiltərə Rusiyanı özü üçün, yaxın və orta şərqdəki mülkləri üçün təhlükə kimi görürdü İngiltərə. Və Rusiyaya qarşı Qacarlardan istifadə edirdi. Deməli, necə? Rusiya deyirdi, daha doğrusu üzülürsən, İngilislər Qacarlara hərbi sursat, yəni hərbi yardım, maliyyə yardımı, yəni bu yöndən vəd verirdi. Qacarlar da açıq bazar elan etmişdi İngilislər üçün və bu vəziyyətdə artıq İngilislər
Qacar sarayına yəni rahatlıqla müdaxilə edə bilirdi. Yəni belə deyək, bu müqavilənin mahiyyəti buydu. Və Rusiya da həmin dövrdə Böyük Britaniya, Fransa amili var idi. Yəni belə deyək, bu amilləri də nəzərdə saxlayırdı ki, yəni aləm bir-birinə dəyməsin. Yəni özünü təhlükə hesab edirdi bunları. İngiltərədə dedik onlardan, yəni Böyük Britaniyanın adını çəkdi düzü. Daha sonra biz nədən danışırıq? Bəli, Rusiyadan danışırıq. Deməli, Azərbaycanın işğalında ilk addımdan danışırıq. Amma bu faktiki işğal deyil. Onu da qeyd edəcəyik. Deməli, 1801 Şərqi Gürcüstanın ləğvi. Deməli, birinci Aleksandr deyirik ki, Şərqi Gürcüstanı ləğv edir. Bundan bizə nə deyə fikirləşərsiniz? Deməli, bizə nə olan hissəsi odur ki, Şərqi Gürcüstanın daxilində Luru, Pənbək, Qazaq, Şəmşəddil, Borçalı sultanlıqları var idi. Yəni, Şərqi Gürcüstan ləğv olan kimi avtomatik bu xanlıqların da, belə deyim, taleyi sual işarəsi altına düşürdü. Və bura ləğv olanda yerində quberniya yaradıldı. Bu da yadımızda qalsın. Deməli, bunlar bizim əzəli torpaqlarımız olub axı. Bunların ləğvi yolunda, belə deyək, ləğvinə qarşı kimlər çıxır? Pənbəyin ləğvinə qarşı İrəvan xanı çıxır. Belə deyək, Şəmşəddilin ləğvinə qarşı isə Gəncə xanı çıxır. Yəni, etiraz edirlər. Elə bu Şəmşəddilin etirazı da Gəncənin, belə deyim, süqut səbəblərindən biri olacaq növbəti danışdığımız məsələlərdə. Etiraz edirlər. Hətta İrəvan xanı deyir ki, bəs Pənbəklilər orada işğal altında qalmasın, 600 Pənbəklinin öz, belə deyim, xanlığında sığınması üçün şərait yaradır. Gəncə xanı da neynir Cavad xan? Şəmşəddilin işğalına qarşı çıxır və digər xanları da Rusiyaya qarşı çıxmaları üçün belə deyək, çağırırdı. Daha sonra biz nədən danışacağıq? Daha sonra biz danışırıq. Bu arada ləğvindən dedik, bəs gəlin yadımıza salaq ki, işğalı nə zaman idi? İşğalı isə uşaqlar 1783 Georgiyevs traktatı ilə olmuşdu. 1801-də isə ləğv edildi. Sonra biz danışırıq 1802 Georgiyevs müqaviləsi. Bunun əvvəl demişdik ki, Rusiya Avropadakı vəziyyəti nəzərə alaraq fikirləşirdi ki, ehtiyatla addım atmalıyam. İnsanlara, yəni xanlıqlara himayəçi, belə deyim, humanistcə yanaşmalıyam ki, onlar məndən qorxub çəkinməsinlər. Neynir? Deməli, Georgiyevs müqaviləsi imzalanır. Bizdən Quba və Lənkəran orada iştirak edirdi. Lənkəran. Və şimaldan da Dağıstan hakimləri var idi. Deməli, burada maksimum, belə deyim, müsbət danışır. Mən sizi Qacarların, belə deyim, işğalından qoruyacağam, sizin daxili müstəqilliyinizə dəyməyəcəm, hər kəs öz idarə etməsində qalacaq. Sadəcə mən qoruyuram, mən himayəçiyəm, mən sizi, belə deyim, pis şər qüvvələrdən qoruyuram. Bizimkilər də fikirləşdi və bu arada bunlar uşaqlar, dilim alışıb uşaqlar deməyə, uşaqlar və müəllimlər. Deməli, bunlar işğal sayılmır, sadəcə görüşdür. Georgiyevs görüşü, yaxşımı? Deməli, sadəcə görüşə gediblər, işğal sayılmır, işğal götürülür. Bəli, maksimum belə deyək, himayəçi davranır. Bizimkilər də pis baxmır, deyir, hədə sağ olsun, yəni bizi Qacara qarşı qoruyur. Bunlar da müsbət qarşılayır. Yəni Rusiyanın əsl niyyəti bir il sonra üzə çıxır. Baxın, 1802-də görüşdü, böyük danışdı ki, mən sizi, belə deyim, şər qüvvələrdən qoruyacağam. Elə ki, 1803 oldu, Car Balakən ərazisinə yürüş edir. Deməli, və bu Car Balakən Azərbaycanın işğalı yolunda faktiki addımdır. Faktiki, yaxşımı? Faktiki işğaldır bu. Deməli, 1803-cü ildə
Car Balakən ərazisinə yürüş edilir və hələ deməli deyirik ki, birinci Qanıq döyüşündən danışacağıq. Qanıq döyüşü baş verir. Siz rəylərdə mənim yadıma salın ki, başqa hansı Qanıq döyüşünü tanıyırsınız? Deməli, Qanıq döyüşü baş verir və Qanıq döyüşündə car tutulur, Balakən yandırılır. Əhali belə deyim, müqavimət göstərir. Yəni asılılığa belə boyun əymir, müqavimət göstərir. Deyir, car tutuldu, Balakən yandırıldı Qulyakov tərəfindən. Sonra nə olur? Bunlar arasında andlı öhdəlik imzalanır. Andlı öhdəlik imzalanır. Deməli, andlı öhdəlikdə deyir ki, sədaqət əlaməti olaraq sən mənə girov verəcəksən. Sonra Rus qoşunları sənin ərazində yerləşməlidir. İpəklə xərac, pulla yox, sən mənə ipəklə xərac verməlisən. Bunu da biz ümumi tarixdə demişik, ipəklə xərac başqa bir müqavilənin də belə deyim şərtlərindən biri idi. Onu da rəylərdə qeyd edərsiniz. Deməli, ipəklə xərac. Dedi, ipəklə xərac dedi, Rusiya sədaqət əlaməti dedi, Rus qoşunlarının burada qalması dedi. Ümidvaram ki, nəsə yadımdan çıxmadı. Deməli, bunları qeyd edir və carlılar əvvəla qəbul edir, sonra da narazılıq edirlər, Ruslara qarşı müqavimət göstərirlər və belə deyim, Rusiyaya qarşı çıxdılar. Ruslarla döyüşdə qalib gəlirlər, Zaqatala yaxınlığında döyüşdə qalib gəlirlər. Amma sonradan Ruslar belə deyim, bizimkilərin önünü kəsə bilir, belə yenidən Car Balakən işğal edilir və daha sonra biz deyəcəyik İlisu sultanlığı da işğal edilir. Amma xronologiya ilə getsək, Car Balakən tutulur, sonra Gəncə tutulacaq, sonra İlisu. Yəni Car Balakən, Gəncə, İlisu. Xronologiyamız budur. Deməli, biz ilk işğalımızı danışdıq. Yəni, belə deyim, faktiki işğalımız har oldu? Car Balakən oldu. İndi keçəcək biz xanlığımızın işğalına. İlk işğal olunan xanlığımız hansı olacaq? Gəncə xanlığı. Deməli, qeyd edirik ki, Siyanovun belə bir xasiyyəti var idi. Xəbərsiz heç bir yerə yürüş etmirdi. Yəni, mədəni insanmış da. Əvvəl o məktub göndərir ki, bəs öz xoşluğunla gəl tabi ol. Yəni, Siyanovun xasiyyəti buydu. Burada qeyd edirik. 1804. Deməli, Gəncə xanına məktub göndərir. Gəncə xanı bu məktublara, yəni belə deyək, necə var elə cavab verir. Yəni, etiraz edir, tabi olmaq istəmədiyini bildirir. Nə bilim, bir neçə gün mesajdaşlar ona məktub göndərir, buna məktub göndərir. Axırda Cavad xan deyir ki, sən Gəncəyə sadəcə mənim ölümün üstündən keçib, belə deyim, daxil ola bilərsən. Bu da təbii ki, Siyanovda qıcıq yaradır. Siyanovda, yəni belə deyək, məktublarda çox egoistcə danışır. Yəni, belə deyim, Cavad xan nə cavab verməliydi ona? Bəli, Siyanov yürüşə başlayır. Deməli, Quruqobu yaxınlığında, yəni işğaldan əvvəldən danışırıq hələ. 1803-cü ildə Quruqobu kəşfiyyat xarakteri bir döyüş olur. Bu döyüşdə Ruslar qalib gəlir. Çox təəssüf ki, Cavad xan məğlub olur. Və burada qeyd edirik ki, Cavad xanın harayına heç kəs cavab vermir. Yəni, belə deyək də, düzdür, o dövr üçün böyük bir şey idi. İbrahim Xəlil xan 2 dənə Qarabağ xanı 2 top göndərmişdi. Amma, misal üçün, belə deyim də, Cənubdan Qacarlar, sonra bizim digər xanlarımız, yəni, hara gəlmir Cavad xana. Nəticə nə olur? 1804-cü ildə Gəncə xanlığı, orada qeyd etmişdik, ev yoxdur. 1804-cü ildə Gəncə xanlığı işğal edilir və ləğv edilir. Deməli, işğal və ləğv. Bir şey qeyd edək. Ruslar müqavimət göstərən xanlığı ləğv edirdi.
Müqavimət göstərməyən, öz könül xoşluğu ilə belə deyim, Rus tabeliyini qəbul edənlərin işləri yox idi. Gəncə xanlığı həm müqavimət göstərmişdi, həm də nə demişdik bayaq? Şəmşəddin uğrunda ruslara qarşı çıxmışdı. Bu başqa bir səbəb, ikinci bir səbəb. Üçüncü bir səbəb də nə demişdik? Digər xanları ruslara qarşı çağırırdı, ruslara qarşı etiraza çağırırdı. Bu da başqa bir səbəb. Yəni rusların əlində xeyli bir bəhanə var idi ki, bu xanlığı işğal edib ləğv etsinlər. Yəni 1804-cü ildə işğal edilib, ləğv edilir, Gəncənin adı dəyişdirilir, Yelizavetpol olur. Bir əsrdən çox, bir də AXC dövründə deyəcək ki, Gəncə öz adına qayıdacaq. Demək, 1-ci Aleksandrın yoldaşının adı ilə adlandırılır Yelizavetpol və Gəncə deyən cərimələnirdi. Bəli, və ruslar üçün Gəncə artıq hərbi strateji yer idi, mövqe idi. Onların hərbi bazası da artıq bundan sonra burada yerləşəcək və Gəncənin işğalından artıq gözümüzdə canlandı. İndi burada xəritəmiz yoxdur, təəssüf ki. Gəncədən digər xanlıqlara yollar açılır. Digər xanlıqları rahatlıqla tutma şəraiti yaranır. Və deməli, nə dedik? Başqa məncə demədiyimiz nəsə qalmır. Daha sonra Gəncə xanlığının işğalını eşidən Qacarlar, Fətəli Şah, necə deyərlər, iki əlini açır, vay vay başına tutur ki, mən neynədim? Yəni, mən gərək, belə deyim, icazə verməzdim ki, ruslar Şimali Azərbaycana daxil olardı və buranı işğal edərdi. Bu peşmançılıq neynəyəcək? Birinci Rus-Qacar müharibəsinə gətirib çıxardacaq. Onu da növbəti videomuzda danışacağıq. Ümidvaram ki, siz üçün faydalı oldu. Nəsə öyrənə bildiniz. Sağ olun, salamat qalın. Növbəti videoda görüşək.